Salam, hər vaxtınız xeyir olsun. Time test vaxtının iş formalarının bir-bir izahını verəcəm. Gəlin baxaq. Birdə deyir cədvələ əsasən uyğunsuzluğu müəyyənləşdirin. Uyğunsuz nə deməkdir? Yəni doğrunun altında yanlış fikir olsun. Yanlışın altında da doğru fikir olsun. Doğrunun altında yanlışı tapmalıyıq, yanlışın altında da doğrunu. Gəlin indi baxaq. Birdə deyir qrupla iş formasını obyektiv qiymətləndirmək mümkün olmur. Xeyr, nəyə görə olmur? Obyektiv qiymətləndirmək mümkün olur. Qruplarla iş forması ümumiyyətlə ən aktual, ən çox istifadə olunan iş forması qruplarla iş formasıdır. Çünki şagirdlərdə daha çox bacarıqlar inkişaf etdirilir, yaxın inkişaf zonası inkişaf eləyir. Yəni qruplarla iş forması faydalıdır və təbii ki, onu obyektiv qiymətləndirmək mümkündür. Əgər müəllim dərsin gedişatını düzgün qurarsa, bu zaman təbii ki, ümumiyyətlə qiymətləndirmə meyarını düzgün çıxararsa, bu zaman təbii ki, obyektiv qiymətləndirmə həyata keçirmək mümkün olar. Mümkün olmur dediyinə görə bir yanlışdır. Doğrunun altında yanlışı götürərəm. İçdə deyir, sinifdə təlim fəaliyyəti 4 formalarda qurula bilər. Bəli, demişdik ki, fərdi iş forması, cütlərlə, qruplarla, bir də bütün siniflə. 4 dənə iş formamız var. 2 düzdür. 3də deyir, fərdi iş forması sinifdəki bütün şagirdləri bir fəaliyyətdə birləşdirir. Xeyr. Fərdi iş forması nə idi? Fəaliyyəti fərdi formada şagirdlərə vermək, tapşırmaq aydındır. Amma bir fəaliyyəti bütün sinifə, bütün şagirdlərə verirsə, bir fəaliyyəti müəllim bütün sinifə şamil eləyirsə, bu bütün siniflə iş formasıdır. 3 yanlışdır. Yanlışın altında yanlışı götürmərəm. Çünki məndən uyğunsuzluğu istəyir. Yəni yanlışın altında doğru olsun. 4də deyir, cütlərlə iş şagirdlərə bir-birindən öyrənmə imkanı yaradır. Bəli, bu doğrudur. Demişdik ki, bir-birindən öyrənmə hansı iş formalarında olur? Cütlərlə, qruplarla. Burada çünki şagirdlər əməkdaşlıq edirlər, bir-birindən ünsiyyət qururlar, bir-birindən öyrənmə baş verir, birgə öyrənmə baş verir. 4 doğrudur. Amma yanlışın altında doğru yazdığına görə burada uyğunluq pozulub. Deməli ilə uyğunsuzluğun biri də 4-dür. 1, 4 cavab C variantı. 2-yə baxaq. 2dədir iş formaları ilə bağlı verilmiş fikirlərdən hansı yanlışdır? Yanlış olanı tapmalıyıq. A. Şagirdlər cütlərlə iş formasında fəaliyyət göstərdikləri zaman aralarında yaranan mübahisələri həll etməkdə çətinlik çəkdikləri təqdirdə bu onların öyrənmə prosesini əngəlləyə bilər. Bəli, doğrudur. Biz demişdik ki, cütlərlə iş formasını keçirən zaman nəyə diqqət yetirməliyik? Şagirdlər arasında mübahisə olmasın, bir-birlərindən acığı gəlməsin, şəxsi qərəzlik, məntiq xətasına yol verilməsin, düzdürmü? Burada da deyir ki, aralarında yaranan mübahisələri həll etməkdə çətinlik çəkdikləri təqdirdə öyrənmə prosesini əngəlləyə bilər. Yəni onların öyrənməsinə mənfi təsir göstərər. Bəli, doğrudur. Çünki müəllim diqqət yetirməlidir ki, şagirdlər arasında mübahisə baş verməsin, bir-birlərindən acığı gəlməsin. Aydındır. A doğrudur. B-də deyir, qrupla iş formasından istifadə zamanı iş yükünün şagirdlər arasında qeyri-bərabər paylanması bəzi şagirdlərin prosesdən kənar qalması ilə nəticələnə bilər. Bəli, doğrudur. Çünki qeyri-bərabər yox, bərabər şəkildə paylanmalıdır. B doğrudur. C-də deyir, qrup və ya cütlərlə iş zamanı bəzi şagirdlərin iş zamanı yoldaşlarına arxain olmaları onların müstəqil problem həll etmə bacarıqlarının formalaşmasına gətirib çıxara bilər. Bəli, doğrudur. Çünki əgər qrupla və yaxud da cütlərlə iş zamanı onlar yoldaşlarına arxain olsalar, yoldaşlarına güvənsələr, özləri qıraqda rahat şəkildə oturacaqlar. Müstəqil problem həll etmə bacarıqları onlarda inkişaf eləməyəcək. Çünki onların yerinə onsuz da yoldaşları qərar verir, problemi həll eləyir. Aydındır. Deməli, arxain olsalar, onlarda problem həll etmə bacarığı formalaşmayacaq. C doğrudur. D. Müəllim hər bir iş formasının çatışmayan cəhətlərinin olduğunu nəzərə alıb, onları müqayisə etməli, ən uyğununu seçib həmin iş formasından istifadəyə üstünlük verməlidir ki, effektiv nəticə əldə etsin. Xeyr, bu yanlışdır. Nəyə görə yanlışdır? Çünki burada deyir ki, müəllim hər bir iş formasının çatışmayan cəhətlərini müəyyən eləyir, onları müqayisə eləyir, içlərindən ən uyğununu seçir, birini seçir və davamlı şəkildə ondan istifadə eləyir, ona üstünlük verir. Biz demişdik ki, müəllim 4 iş formasının 4-ündən də istifadə etməyi bacarmalıdır. Davamlı şəkildə birindən istifadə etmək olmaz. Çünki bu zaman dərs effektiv şəkildə tədris olunmayacaq. Ümumiyyətlə, bu şagirdlərə də mənfi təsir göstərir. Nəyə görə? Çünki şagirdlər artıq həvəsdən düşəcəklər, maraqları azalacaq həmin iş formasına qarşı. Məsələn, tutaq ki, müəllim desə ki, qruplarla iş formasının daha çox müsbət yanları var, onda mən tutaq ki, ona üstünlük verim. 90%, 95% hallarda qruplarla işləyim. Xeyr, bu yanaşma yanlışdır. 4 formanın 4-ündən də istifadə etmək lazımdır və davamlı şəkildə birinə üstünlük vermək olmaz. Ona görə də D variantı yanlışdır. Elə D-ni götürürəm. Y-də deyir, müəllim bütün siniflə iş formasından istifadə edərkən şagirdlərin eyni vaxtda eyni məlumatı almasını təmin edib, onları fəal iştirakə cəlb etməyə diqqət etməlidir. Bəli, bu doğrudur. Çünki bütün siniflə iş dediyi ki, bir fəaliyyət eyni vaxtda
eyni məlumat, eyni fəaliyyət bütün sinifə şamil olunur və bütün sinif, bütün şagirdlər bu fəaliyyətə cəlb olunur. Ona görə Y də doğrudur. Cavab D variantı. 3-ə baxaq. 3-də deyir, şagirdlərin rəy vermə bacarıqları yüksək olmadığı halda bu iş formaları uğursuz ola bilər. Baxın, çox zaman burada müəllimlər çaşır. Deyirlər ki, hə, rəy vermə bacarıqları yoxdursa, onda cütlərlə, qruplarla işləsin. Burada deyir ki, rəy vermə bacarıqları yüksək olmadığı halda bu iş formaları uğursuz ola bilər. Deyir, uğursuz. Yəni, baxın, biz ümumiyyətlə iş formasını seçəndə diqqət yetirməliyik ki, görək şagirdlərin hansı bacarıqları var, hansı bacarıqları yoxdur. Əgər, məsələn, şagirdlərdə rəy vermə bacarıqları yoxdursa, yüksək deyilsə, onda biz onlara fərdi iş bir müddət işlətməməliyik. Rəy vermə bacarıqları yoxdursa, biz onlara cütlərlə, qruplarla bütün siniflə iş formasına üstünlük verməliyik. Aydındır? Yəni, rəy bacarıqlarını onlarda formalaşdırmaq üçün. Əgər rəy vermə bacarıqları onlarda yoxdursa, mən fərdi işdən istifadə eləsəm, təbii ki, nəticəm mənim uğursuz olacaq. Çünki şagirdlərdə rəy vermə bacarığı yoxdur. Rəy vermə bacarığının formalaşması üçün son nəticəsi uğurlu olması üçün, mən uğurlu nəticə almaq üçün, yəni bu bacarığı, rəy vermə bacarıqlarını şagirdlərdə formalaşdırmaq üçün cütlərlə, qruplarla, bütün siniflə iş formalarından istifadə eləməliyəm. Amma burada deyir ki, rəy vermə bacarıqları yüksək deyil. Hansı iş formasından istifadə uğursuz olar? Təbii ki, fərdi işdən. Mən fərdi iş formasından istifadə eləsəm, uğursuz nəticələnəcək. Rəy vermə bacarıqları şagirdlərin inkişaf eləməyəcək. Çünki fərdi iş tək başına görülən işdir. Ona görə də cavab burada A variantıdır. 4-ə baxaq. 4-də deyir, tamamlamayan fikri. Baxın, klaster tamamlamayan fikri. Yəni, bura uyğun olmasın. Əvvəlcə baxaq görək bizim nümunəmiz, bu nümunəmiz hansı iş formasına aiddir? Daha çox introvert şəxsiyyət tipinə malik şagirdlər üçün uğurludur. Biz demişdik ki, introvert şəxsiyyət tipinə malik şagirdlər hansı iş formasını sevirlər? Fərdi. Fərdidir deməli bu. Bu iş forması fərdidir. Introvert üçün ki, tək başına fəaliyyəti sevir, tək qalmağı sevir. Fərdidir deməli iş forması. İndi baxaq variantlarda fərdiyə aid olmayanı seçməliyik. Çünki burada tamamlamayan deyir. A-da deyir, sinifdə şagird sayı çox olduqda müəllimin hər birinə rəy verməsi çətin ola bilər. Bəli, doğrudur. Biz demişik ki, burada vaxt məhdudiyyəti yaranır. Müəllim şagird sayı çox olarsa, bu zaman müəllim hər birinə ayrı-ayrılıqda rəy verməsi çətinləşir. Çətin ola bilər. Bəli, A doğrudur. B-də deyir, şagirdlərdə əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafına təsir etmir. Bəli, doğrudur. Çünki fərdi iş formasında şagird yoldaşı ilə iş, yəni necə deyim, həyata keçirmir. Fəaliyyət yerinə yetirmir. Tək başına yerinə yetirir fəaliyyəti. Deməli, burada əməkdaşlıq, ünsiyyət bacarıqları yoxdur. Deməli, B də doğrudur. C-də deyir, fərd daxili intellektli uşaqlar üçün daha çox uyğun hesab edilir. Bəli, doğrudur. Çünki fərd daxili nədir? Tək başına, fərdi görülən işdir. Tək qalmağı sevirlər bu uşaqlar. Fərd daxili intellektli uşaqlar tək qalmağı sevirlər. Həmçinin tək qalmağı sevən şagirdlər hansı iş formasına daha çox üstünlük verirlər? Hansı iş formasını sevirlər? Təbii ki, fərdi iş formasına. Deməli, fərd daxili deyirsə, bəli, bu da uyğundur. C-də doğrudur. D-də deyir, şagirdlərdə empatiya hissinin formalaşmasına şərait yaradır. Xeyr, empatiya hissinin formalaşması üçün gərək şagird kimlənsə işləsin. Yoldaşı ilə fəaliyyət icra eləsin, yoldaşı ilə tapşırıqları yerinə yetirsin ki, empatiya hissi onda formalaşsın. Yoldaşlarını başa düşə bilsinlər. Bir-birlərinin yerinə bir-birlərini qoyub, bir-birlərini anlaya bilsinlər. Aydındır, yəni əməkdaşlıq, ünsiyyət olmalıdır ki, bu empatiya hissi formalaşsın. Amma əgər fərdidə əməkdaşlıq, ünsiyyət yoxdursa, şagird tək başına, fəaliyyəti tək başına yerinə yetirirsə özü, onda empatiya hissi necə formalaşa bilər? Təbii ki, formalaşmaz. Burada amma deyir ki, empatiya hissinin formalaşmasına şərait yaradır. Deməli, uyğun olmayan, tamamlamayan fikir budur. Fərdi iş formasına aid deyil. Y-dədir, qiymətləndirməsi zamanı özünü qiymətləndirmədən istifadə etmək olar. Bəli, demişdik ki, tək başına işi görürsə, o özünü qiymətləndirə bilər. Həmçinin burada müəllim qiymətləndirməsi də ola bilər. Amma, yəni qarşılıqlı qiymətləndirmə də olur. Müəllimin şagirdi qiymətləndirməsi. Amma yoldaş qiymətləndirməsi demişdik ki, yoxdur. Çünki yoldaşla işləmir, axı necə yoldaş qiymətləndirməsi olar? Ona görə də Y də doğrudur. Cavab D variantı. 5-ə də baxaq. Deyir, cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Uyğunluq nədir? Doğrunun altında doğru olsa götürəcəm, yanlışın altında yanlış olsa götürəcəm. Uyğunluq gözlənilsin. Aha, bir də deyir ki, müəllimin hansı iş formasından istifadə edəcəyi bir sıra amillərdən asılıdır. Bəli, doğrudur. Dərsin məzmunundan asılıdır, şagirdlərin bacarıqlarından asılıdır, həmçinin şagirdlərin maraqları, potensialları, yəni onların bacarıqları da nəzərə alınır. Bir doğrudur. Müxtəlif amillərdən asılıdır deyirsə, bir doğrudur. Biri götürərəm. Doğrunun altında doğru götürürəm. 2-də deyir, şagirdlərdə bilik və bacarıqların formalaşdırılması üçün iş formasının düzgün seçilməsi əhəmiyyətlidir. Bəli, doğrudur. Mən iş formasını seçəndə elə seçməliyəm ki, şagirdlərin bacarıqlarını, biliklərini nəzərə alım. Onları nəzərə alaraq iş formasını düzgün seçməliyəm. Deməli, 2 doğrudur.
Doğrunun altında doğru 2-dən götürərəm. Elə cavab B variantı. İndi 3-dən 4 oxuyaq. 3-dədir müəllim bir akademik saatda bir neçə iş formasından istifadə edə bilər. Bəli, bu doğrudur. Doğrudur, amma yanlışın altında yazıldığına görə 3-ü götürmürəm. 4-dədir şagirdlərin əməkdaşlıq şəraitində işləməsi onların informasiyanı müxtəlif proseslərdən keçirməsinə təsir edir. Bəli, doğrudur. Əməkdaşlıq şəraitində işləyəndə nə edirlər şagirdlər? Əməkdaşlıq eləyəndə ünsiyyət qururlar, informasiya bir yerdə informasiya toplayırlar. Məsələn, kompüterdən araşdırma aparırlar və yaxud da müxtəlif mənbələrdən araşdırma aparırlar. İnformasiyanı toplayırlar, sonra informasiyanı təhlil eləyirlər. Yəni nəticə belə bir necə deyim, informasiyaları ümumiləşdirirlər, nəticəyə gəlirlər, qərar vermə bacarıqları onlarda inkişaf eləyir. Neynirlər? Ümumiləşdirmə bacarıqları inkişaf edir, qruplaşdırma bacarıqları inkişaf edir və nəticədə informasiya müxtəlif proseslərdən keçir. İnformasiya toplanır, daha çox informatikada keçirilir, informasiya toplanır, emal edilir, neynir? Yəni şagirdlər bir növ informasiyanı bir yerdə araşdırırlar, toplayırlar, təhlil eləyirlər, analiz aparırlar ki, görək hansı informasiyanı seçək, hansını seçməyək. Bir növ nədir bu? İnformasiyanın toplanması, təhlil olunması. Bunlar hamısı nədir? Müxtəlif proseslərdir. Deməli, müxtəlif proseslərdən keçməsinə təsir edir deyirsə, bəli, doğrudur. Yoldaşları ilə bir yerdə bu prosesləri həyata keçirirlər. 4 doğrudur, amma yanlışın altında yazıldığına görə 4-ü də götürmərəm. Deməli, cavab B variantı. 6-ya baxaq. Deyir, hansı fikir doğrudur? A. Qruplarla iş formasından əsasən müəllim mərkəzi təlim modelindən istifadə edilir. Xeyr, müəllim mərkəzi yox, şagird mərkəzli olmalıdır. A. Yanlışdır. B-dədir, limitli sayda cavabı olmayan suallar əsasən aşağı təfəkkür səviyyəsinə uyğun olur. Limitli sayda cavabı olmayan suallar nə deməkdir? Yəni açıq suallar. Limitli sayda 4 dənə, 5 dənə variant qoymayıb. Və 4 dənə, 5 dənə cavablı variant deyil, sual deyil. Burada deyir, limitli sayda cavabı olmayan suallar, yəni açıq suallar əsasən aşağı təfəkkür səviyyəsinə uyğun olur. Xeyr. Çünki açıq suallar daha çox şagirddə nəyi formalaşdırır? Onlar fikir ifadə eləyirlər, münasibət bildirirlər, şərh eləyirlər, neynirlər? Yəni öz münasibətlərin, öz fikirlərini bildirirlər. Öz münasibətlərini bildirirlər. Açıq suallara necə cavab verəcəklər? Konkret cavabı yoxdur axı bunun. Öz münasibətlərini, öz fikirlərini bildirəcəklər, dəyərləndirmə aparacaqlar və yaxud da yeni ideyalar, yeni fikirlər düşünəcəklər. Bunlar hamısı hardadır? Təhlil etmək mərhələsi ola bilər, dəyərləndirmək, bir də yaratmaq. Deməli, bunlar hansı səviyyəyə aiddir? Yuxarı təfəkkür səviyyəsinə. İdraç taksonomiyası yuxarı təfəkkür səviyyəsinə uyğundur. Ona görə də B-də yanlışdır. C-dədir, sinifdə suallar təkcə müəllim tərəfindən şagirdə yönəldilir. Xeyr, şagirdlə şagird arasında da suallar yönəldilə bilər. Ona görə də C-də yanlışdır. D-dədir, şəxsi suallar verildiyi halda qapalı suallar hisslərə də əsaslana bilər. Bəli, doğrudur. Şəxsi suallar verildiyi halda qapalı suallar hisslərə də əsaslana bilər. Bəli, əsaslana bilər. Çünki nəyə görə? Müəllim şagirdlərin bacarıq səviyyəsini də yoxlamalıdır ki, görüm şagirdlərdə hansı bacarıqlar var. Hansı, məsələn, özünü ifadə etmə bacarığı varmı? Özlərini ifadə edə bilirlərmi? Empatiya hissləri varmı? Empatiya hissi formalaşdırmaq lazımdırmı? Yəni, müəllim qapalı suallarda hissləri də əsaslana bilər. Bu da doğrudur. Bu doğrudur. Deməli, D-ni götürərəm. Bizdən çünki doğrunu istəyir. Y-dədir, qrup işini idarə etmək qaydaları müəllim tərəfindən qoyulması önəmlidir. Xeyr, demişdik ki, qrup işini idarə etmək üçün qrup qaydaları necə tərtib olunur? Qrupda qaydalar müəllimlə şagirdin ikisinin iştirakını ikisi tərtib edir də, ikisi də iştirak etməlidir tərtibat zamanı. Amma burada deyir ki, müəllim tərəfindən qoyulması önəmlidir. Xeyr, yanlışdır. Müəllimlə şagird olmalı idi. Ona görə də Y-də çıxır. Sonra 7-yə baxaq. Deyir ki, boş xanalara uyğun ifadələri müəyyən edin. Birdə yazır ki, problemin həlli üçün bircə çalışa bilirlər. Problemin həlli üçün bircə çalışa bilirlərsə, deməli bir fərdi iş ola bilməz. Fərdi iş olan variantları çıxaq. Deməli A çıxdı. Sonra üçüncüdə isə deyir ki, aşağıdakı cədvəldə deyir, müəllimin monitorinqi mütləqdir. Müəllimin monitorinqi mütləqdir. Harda monitorinq mütləq? Yəni müəllim müşahidəsi mütləqdir deyirsə, deməli burada qrupla iş formasına daha çox uyğun gəlir. Qrupla iş formasına. Gəlin indi bir-bir oxuyaq. A çıxıb onsuz da. B-də deyir bir qrupla iş. Bəli, qrupla işdə bircə öyrənmə olur, doğrudur. Problemin həlli üçün bircə çalışa bilirlər, doğrudur. İkinciyə yazıb ki, mövzunun daha dərindən öyrənilməsini təmin etmək olmur. Təmin etmək olmur yazıb. Deməli 2 yanlışdır. Nəyə görə? Təmin etmək mümkündür, təmin etmək olur. Əgər müəllim nəzarəti düzgün eləsə, qaydaları düzgün qoysalar, deməli orada ümumiyyətlə dərsi düzgün şəkildə tədris etsələr, dərs düzgün şəkildə həyata keçirilsə, təbii ki, dərindən öyrənməni təmin etmək mümkün olur. B-də çıxır. C-də deyir cütlərlə iş. Deməli 1-ə cütlərlə iş yazıb. Bircə öyrənmə mümkündür onda. 2-yə yazıb şagird yaradıcılığı yüksək olur. 3-ə yazıb bütün siniflə iş.
Daha sonra hər bir şagirdin inkişaf səviyyəsi izlənilir. Hər bir şagirdin inkişaf səviyyəsi ayrı-ayrılıqda burada izlənilə bilməz. Çünki bütün siniflə iş fərdi iş forması deyil ki, ayrı-ayrılıqda izlənsin, onların səviyyələri izlənilə bilsin. Bütün siniflə işdə 4 uyğun gəlmir. Ona görə C də çıxır. Y-yə baxaq, deyir qrupla iş. Deməli 1-ə qrupla yazıb. Həyati bacarıqlar formalaşır. Bəli, doğrudur. Demişdik ki, qrupla işdə ümumiyyətlə mürəkkəb bacarıqlar, yəni bir çox bacarıqlar formalaşır. Həyati bacarıqlar formalaşır. A1 düz yazıb, 1 ilə 2-ni. 3-dədir fərdi iş. 4-də yazıb ki, ekstravertlər üçün əlverişlidir. Xeyr, biz demişdik axı introvertlər üçün əlverişlidir. Ekstravertlər cütlərlə iş formasını, qruplarla iş formasını sevirlər. Şəxslər arası intellekt onlardan inkişaf eləyir. Deməli ekstravert dediyinə görə Y də yanlışdır. Cavab qalır D variantı. 1-ə yazıb cütlərlə iş. Bəli, bircə öyrənmə, bircə problem həlli var. 2-yə yazıb şagirdlərdə özünə həmsöhbətinin yerinə qoya bilmək bacarığı formalaşdırır, yəni empatiya hissi formalaşdırır. O da düzdür. 3-ə yazıb qrupla iş. 4-də yazıb düzgün qiymətləndirmə meyarının olması vacibdir. Bəli, doğrudur. Əgər əks halda düzgün qiymətləndirmə meyarı olmazsa, bu zaman şagirdlər arasında rəqabət yarana bilər. Deməli D uyğundur. Cavab D variantı. 8-ə baxaq. Aha. Deməli, A-da yazıb ki, bütün şagirdlərin prosesə cəlb olunmasını təmin edir. Bütün şagirdlərin prosesə cəlb olunması təmin edir. Bəli, həm qruplarla işdə var, həm də bütün sinifdə şagirdləri prosesə, fəaliyyətə cəlb eləməliyik. A doğrudur. Yəni A-nı ortaya yaza bilərəm. Bizdən istəyir ki, ikisinə də aid olsun. Həm qrupluya, həm də bütün sinifə. A ikisinə də aiddir. Sonra B-də şagirdlər öz tempi ilə işlər, biliklərindən daha çox əmin olurlar. Bu artıq fərdi şahiddir. Öz tempi ilə işləyir, öz biliklərindən əmin olur. O fərdi işlədir, tək başına işdir bu. Tək başına fəaliyyətdədir. Öz tempi ilə işləyir deyirsə bu fərdi işdir. Deməli B heç birinə aid deyil. C-də şagirdlərin kiçik komandalarda fəaliyyət göstərərək tapşırıqları həll etməsidir. Xeyr, kiçik komandalarda fəaliyyət göstərərək tapşırıqları həll etməsi xeyr, bu da ikisinə də aid deyil. Çünki qruplarla iş böyük komandada ola bilər. Burada kiçik komandalarda deyirsə, deməli qruplarla işə aiddir, hə. Amma burada deyir bütün sinifdə komandalara bölünmür. Axı bütün sinif odur ki, bir fəaliyyət bütün şagirdlərə, bütün sinifə şamil olsun. Kiçik komandalarda isə deməli qruplarla iş formasıdır. Qruplarla işdə çünki kiçik komandalarda ola bilər, böyük komandalarda ola bilər. Ona görə C çıxır. C heç birinə aid, bütün sinifə aiddir, amma qruplarla işə aid deyil. Üzr istəyirəm, qruplara aiddir, amma bütün sinifə aid deyil. D-də qiymətləndirməsi zamanı meyarlar əvvəlcədən şagirdlərə bildirilməlidir. Bu hər ikisində. Çünki qiymətləndirmə meyarları biz demişik ki, şagirdlərə əvvəlcədən bildirilməlidir. Deməli, hər ikisinə ortaq cəhətdən yaza bilərəm. A, D, cavab C variantı. 9-a baxaq. Müəllim şagirdlərə konsertə maraq yaratmaq üçün afişan necə tərtib olar deyə sual ünvanlayır. Sual-cavab sessiyasında sinifdə hər kəsin düşünməsinə şərait yaranır. Müəllim hansı iş formasından istifadə edir? Baxın, bir sual bütün sinifə şamil olunursa, bütün şagirdlərə ünvanlayırsa müəllim, deməli burada bütün sinifdə işdən söhbət gedir. Cavab D variantı. Sonra ona baxaq. Deyir uyğunluq pozulmuşdur. Uyğunluq deyir pozulmuşdur. Bir də deyir qrup işi formasının istifadəsi zamanı şagirdlərin əməkdaşlıq etməsi onların yeni ideyalarının formalaşmasına təkan verib, yaradıcılıqlarını inkişaf etdirə bilər. Bəli, doğrudur bu. Amma baxın, qabağına yanlış yazıb. Yanlış yazdığına görə burada uyğunluq pozulub. Bu doğrudur. Amma doğruya yanlış yazıbsa, deməli burada uyğunluq pozulub. Biri götürərəm. 2-dədir fərdi işin qrup işi ilə müqayisədə effektivliyi tapşırığın xarakterindən və bu iş formasından cəlb olunan şagirdlərin xüsusiyyətlərindən də asılıdır. Bəli, doğrudur. Həm tapşırıqdan asılıdır, tapşırığın xarakterindən. Həm də, yəni bilirsiniz necə? Yəni tapşırığın xarakteri nə deməkdir? Yəni tapşırığın mövzusu nədirsə, ona əsasən müəllim iş forması seçməlidir ki, görüm hansı iş formasını seçsəm daha effektiv nəticələnər. Yəni dərsim daha effektiv şəkildə qurular. Şagirdlərdə daha çox bacarıqlar formalaşar. Deməli, həm tapşırığın xarakterindən asılıdır, həm də şagirdlərin xüsusiyyətlərindən asılıdır. Məsələn, tutaq ki, bayaq dediyimiz kimi, hər hansı bir şagirddə rəy vermə bacarığı yoxdursa, mən fərdi iş formasından istifadə eləsəm, uğursuz nəticələnəcək, effektiv olmayacaq. Çünki uşaqlarda rəy vermə bacarıqları yoxdur. Rəy vermə bacarıqlarının da olması üçün qrupla işdən istifadə edə bilərəm, bütün siniflə, cütlərlə işdən istifadə edə bilərəm. Deməli, fərdi işdən istifadə eləməməliyəm. Deməli, nəyə baxırıq? Həm şagirdlərin bacarıqlarına, xüsusiyyətlərinə, həm də tapşırığın xarakterindən asılıdır. 2 doğrudur. Doğruya doğru yazıbsa, deməli 2-də uyğunluq gözlənilib. 2 çıxır. 3-də deyir, qrup müzakirələri şagirdlərə müxtəlif mülahisələri ətraflı şəkildə araşdırmağa imkan verir. Nəticədə bu onlara qərar qəbul edərkən düşünülmüş seçimlər etməyə yardım edir. Baxın, bu doğrudur. Burada yanlış nə var? Deyir ki,
Qrup müzakirələri şagirdlərə müxtəlif mülahizələri, ətraflı şəkildə araşdırmağa imkan verir. Bəli, hamısı birgə öyrənirlər, bir yerdə araşdırırlar. Nəticədə bu onlara qərar qəbul edərkən düşünülmüş seçimlər etməyə yardım edir. Bəli, bu doğrudur. Doğrudur, amma doğruya yanlış yazıb. Deməli, burada uyğunluq pozulub. Deməli, cavab 1, 3. 4-ə də baxaq. İş formalarının tətbiqi zamanı müəllim və şagirdlər müxtəlif çətinliklərlə qarşılaşsalar da, aydın təlimatlar, məqsəd yönlü fəaliyyətlərlə onların effektivliyini artırmaq mümkündür. Bəli, doğrudur. Doğruya doğru yazıb. Deməli, burada uyğunluq gözlənilib. Deməli, 4-də çıxır. Cavab 1, 3, C variantı. 11-ə baxaq. İş formaları haqqında deyilənlərdən hansı fikir doğrudur? Doğru olanı istəyir. A. Fərdi iş forması ekstravert şəxsiyyət tipinə malik şagirdlər üçün uyğundur. Xeyr, introvert şəxsiyyət tipli şagirdlər üçün uyğundur. Ona görə A yanlışdır. B. Cütlərlə iş zamanı özünü qiymətləndirmədən istifadə daha məqsədə uyğundur. Xeyr, özünü qiymətləndirmə daha məqsədə uyğun harda var? Fərdi iş formasına aiddir. Deməli, cütlərlə iş dediyinə görə yanlışdır. C. Qrup qaydalarını müəllim özü tərtib etsə, şagirdlər daha çox qrup qaydalarına əməl edəcəklər. Xeyr, demişdik ki, qrup qaydalarını müəllimdən şagird bir yerdə tərtib eləməlidir. Ona görə C də yanlışdır. D. Bütün siniflər iş zamanı xaotik səs-küyün olması normaldır. Bu işçi atmosfer mühitinin göstəricisi. Xeyr, demişdik ki, xaotik səs-küy olmaz. Xaotik səs-küy işgüzar səs-küylə əvəz olunmalıdır ki, işçi atmosfer mühiti yaradılsın. Aydındır, ona görə D yanlışdır. Y. Qruplarla iş zamanı düzgün meyarlar olmadıqda qiymətləndirmə zamanı rəqabət yarana bilər. Bəli, doğrudur. Ona görə cavab Y variantı. 12. Şagirdlər öz templəri ilə işləyirlər. Artıq elə bu sözü oxuyan kimi biz bilirik ki, bu fərdi şahiddir. Bildiklərindən daha əmin olurlar. Müstəqil iş zamanı onlar üçün münasib olan üsul və strategiyaları müəyyənləşdirə və istifadə edə bilirlər. Bu təbii ki, fərdi iş formasıdır. Cavab A variantı. 13. Deyir ki, klasterə uyğun gəlməyən cavabı müəyyən edin. Uyğun gəlməyən. İndi gəlin baxaq görək, bütün siniflə işə nə verib. Deyir ki, bütün siniflə işə aiddir. Şagirdlərin prosesə cəlb olmasını təmin edir. Bəli, doğrudur. Bütün siniflə işdə şagirdlərdə maraq oyadılır. Prosesə cəlb olunur ki, hamı fəaliyyətdə iştirak eləsin. Deməli, biz elə variant seçməliyik ki, bütün siniflə iş formasına aid olmasın, çünki uyğun gəlməyənidir. A. Utancaq şagirdlər öyrənmə prosesindən kənarda qala bilər. Bəli, doğrudur. Gizlənəcəklər arxada. B. Hər kəsin cəlb olması baxımından əhəmiyyətli formadır. Bəli, doğrudur. Hər kəs çünki fəaliyyətə cəlb olunur. C. Şagirdlər arasında ünsiyyəti inkişaf etdirir. Bəli, doğrudur. Bir-birindən ünsiyyət, əməkdaşlıq olur. D. Düzgün qiymətləndirmə meyarı olarsa, obyektiv qiymətləndirmə təmin edilmiş olar. Bəli, bu da tamamilə doğrudur. Y. İntrovert şəxsiyyət növünə sahib şagirdlər üçün daha məqsədə uyğundur. Xeyr, introvert yox, ekstrovert. Çünki introvert tipli şagirdlər hansı iş formasını bəyənirlər, hansı iş formasından daha çox istifadə etməyi sevirlər? Təbii ki, fərdi iş formasından. Yəni tək qalmağı sevirlər də, tək başına fəaliyyət onlar üçün daha məqsədə uyğundur. Deməli, Y variantı yanlışdır. Bütün siniflə işə aid deyil. Cavab Y variantı. 14-ə baxaq. Uyğunluğu deyir, tapın. Uyğunluğu tapın. 1. Fərdi iş verib. Gəlin indi bir-bir A, B, C-ni oxuyaq. A. Fərd daxili intellektə introvert şəxsiyyət növünə sahib şagirdlər üçün daha uyğundur. Bəli, fərd daxili introvert deyirsə, bu fərdi işə aiddir. Birə aiddir A. B. Şagirdlərin bir yerdə öyrənməsi, tapşırığı yerinə yetirmək üçün bir-birlə əməkdaşlığı, qarşılıqlı əlaqəsi nəzərdə tutulur. Qarşılıqlı əlaqə, tapşırığı yerinə yetirmək üçün bir-birlə əməkdaşlıq, şagirdlərin bir yerdə öyrənməsi, birgə öyrənmə, cütlərlə işə aiddir. C-də deyir, müzakirə zamanı daha çox ideyanın toplanması üçün effektivdir. Daha çox ideyanın toplanması, yəni nədir bu? Müzakirə yaradılıb, bir tapşırıq, bir sual bütün sinifə verilib və hərə bir fikir, bir ideya deyir. Deməli, burada daha çox ideyanın toplanması üçün effektivdir deyirsə, bu bütün sinifliyə aiddir. Deməli, B nəyə aiddir? Cütlərlə işə. Qarşılıqlı əməkdaşlıq olur orada. Tapşırığı bir-birinə yetirmək üçün əməkdaşlıq edirlər. Qarşılıqlı əlaqə olur. Deməli, 1A, 2B, 3C cavab A variantı. 15-ə baxaq. Deyir, uyğunluğu müəyyən edin. Uyğunluğu yenə də burada müəyyən eləməliyik. Birdə deyir, qiymətləndirməsi zamanı daha çox yoldaş qiymətləndirməsindən istifadə olunur. 2. Fərd daxili intellektli uşaqlar üçün daha məqsədi. Elə fərd daxili görən kimi biz bilirik ki, bu fərdi iş formasına aiddir. Fərdi. Deməli, cavablarda fərdi axtarmalıyıq. Gəlin əvvəl bunu tapaq. A-da deyir, auksiyon üsulunun tətbiq zamanı istifadə olunur. Auksiyon deyirsə, hərracdır da bu iş üsulu. Hərrac elə bir iş üsuludur ki, o bütün sinfə şamil olunur. İndi siz hələ iş üsullarını keçməmisiniz? Yox, keçmisiniz. İş üsullarında biz keçmişdik ki, auksiyon iş üsulu nədir? Auksiyon. Hərracdır. Hərrac nədir? O türk filmlərində tablonu satışa çıxardırlar və həmin satışı hamıya şamil edirlər. Hərə bir qiymətdir. Auksiyon iş üsulu da odur. Bütün sinfə şamil olunur. Deməli, elə bir cavab tapmalıyıq ki, bütün sinfə aid olsun. 2-də deyir, sinifdə şagird sayının çox olması bu iş formasının keçirilməsinə çətinlik yarada bilər. Bəli, bu doğrudur. Çünki demişdik ki, fərdi iş formasına aiddir daha doğrusu. Çünki fərdi iş formasına demişdik ki, vaxt məhdudiyyəti yarana bilər. Şagird sayı çox olarsa, çətinliklə bu iş forması həyata keçiriləcək. Deməli, B aiddir fərdiyə. Fərdi də hardaydı? 2-də. Deməli, 2-yə aiddir B. Y çıxır, B çıxır, D çıxır.
Sonra C-də deyir uşaqların rəy vermə qabiliyyəti yüksək olmalıdır. Rəy vermə qabiliyyəti yüksək olmalıdır deyirsə, bir-birlərinə rəy vermə qabiliyyəti yüksək olmalıdır deyirsə, bu aiddir nəyə? Eyni bir fəaliyyət bütün sifətidir. Xeyr, baxın 3-ə baxaq. Eyni bir fəaliyyət bütün sifətidirsə, bu bütün siniflədir, bütün siniflə. Birdədir qiymətləndirməsi zamanı daha çox yoldaş qiymətləndirməsindən istifadə edilir. Yoldaş qiymətləndirməsi isə bu qrupla da ola bilər, cütlərlə də ola bilər. Aha, gəlin indi baxaq. C-dədir uşaqların rəy vermə qabiliyyəti yüksək olmalıdır. Rəy vermə qabiliyyəti yüksək olmalıdır deyirsə, bu qrupla da ola bilər, cütlərlə də ola bilər. Deməli 1 aiddir C-yə, 1-ə C, 2-yə dedik bütün siniflə. Bütün siniflə hardaydı? Hə, A, 2-yə, yox, 2-yə B aiddir. Fərdi, hə, 2 fərdi idi, 2-yə aiddir B, 3-ə də aiddir A. 3 nə idi? Eyni bir fəaliyyət, yəni bütün sinif idi. O bütün siniflə iş forması idi. O da cavablardan uyğun gəlirdi. Bütün siniflədirsə A üksüyün üstündən. Tərəf çünki bütün sinifə şamil olunur. 3A, 1C, 2B, 3A. Cavab burada C variantı. 16-ya baxaq. Hansı iş forması fərd daxili intellektə malik şagirdlər üçün daha effektivdir? Fərd daxili deyirsə, təbii ki, bu fərdi işdir. Cavab A variantı. Tək başına fəaliyyəti sevirlər. 17-yə baxaq. 17-də deyir cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Yəni bu nə deməkdir? Doğrunun altında doğru olsun, yanlışın altında yanlış olsun. Birdə deyir fərdi işdə şagirdin özünü qiymətləndirməsində obyektiv aparılması üçün düzgün meyarların tərtib olunması vacib amildir. Bəli, bu doğrudur. Doğrunun altında doğru verdiyinə görə biri götürərəm. İşdə deyir cütlərlə işi daha operativ qiymətləndirmək üçün qarşılıqlı qiymətləndirmədən istifadə etmək mümkündür. Bəli, bu doğrudur. Qarşılıqlı qiymətləndirmə cütlərlə işdə istifadə etmək mümkündür. 2 doğrudur. Doğrunun altına doğru götürərəm. Üstə deyir qrup işi zamanı müəllim həm məzmunu, həm də şagirdlərin qazandığı bacarıqları qiymətləndirə bilər. Bəli, doğrudur. Demişdik, həm şagirdin biliyini, məzmununu, ümumiyyətlə akademik göstəricilərini qiymətləndirməlidir. Həm də bununla yanaşı bacarıqlarını qiymətləndirməlidir. Deməli 3 doğrudur. Yanlışın altında doğru verdiyinə görə burada uyğunluq pozulub. 4-dədir bütün siniflə iş zamanı qiymətləndirmə müəllimin hazırladığı meyarlar əsasında aparılır. Bəli, bu da doğrudur. Yanlışın altında doğru verdiyinə görə 4-də də uyğunluq pozulub. Deməli cavab 1, 2, C variantı olur. 18-ə baxaq. Yanlış fikri müəyyən edin. A. Cütlərlə iş zamanı istifadə edilən yoldaş qiymətləndirməsi şagird yönümlü qiymətləndirmədir. Bəli, bu doğrudur. B. Müəllim gündəlik planlaşdırmada hansı iş formasından istifadə edəcəyini qeyd etməlidir. Bəli, doğrudur. Biz planlaşdırma mövzusuna keçmişdik ki, müəllim təlim nəticəsini müəyyənləşdirir, sonra qiymətləndirmə meyarını, ondan sonra isə təlim fəaliyyətini. Yəni təlim fəaliyyətində nə öz əksini tapırdı? İş üsulları, iş formaları. Deməli B doğrudur. Planlaşmada bunlar qeyd olunur. C. Fərddaxlı intellektə və introvert şəxsiyyət tipinə malik şagirdlər cütlərlə iş formasına maraq göstərməyə bilərlər. Bəli, maraq göstərməyə bilərlər. Çünki onlar nəyi sevirlər? Fərdi iş formasını sevirlər. Deməli C də doğrudur. D. Fərdi iş forması zamanında qarşılıqlı qiymətləndirmədən istifadə edilmir. Xeyr, qarşılıqlı qiymətləndirmədən istifadə edilir. Biz demişdik ki, fərdi iş formasında qarşılıqlı qiymətləndirmə olur. Müəllim çünki şagirdin qiymətləndirməsi elə qarşılıqlı qiymətləndirməyə nümunədir. Burada yoldaş qiymətləndirməsindən istifadə edilmir. Yoldaş desəydi düz götərdim, amma qarşılıqlı qiymətləndirmə olur axı istifadə edilir. Müəllimin şagirdi qiymətləndirməsi buna misal ola bilər. Deməli D yanlışdır. Y. Şagirdlərdə həyati bacarıqları formalaşdırmaq baxımından qrupla iş forması məqsədə uyğundur. Bəli, doğrudur. Demişdik ki, qruplarla iş forması ən aktual iş formasıdır. Orada daha çox bacarıqlar formalaşdırılır, həyati bacarıqlar inkişaf etdirilir. Deməli, Y də doğrudur. 19-a baxaq. Hansı fikir doğrudur? A. Müəllim auksion iş sonu fərdi iş forması ilə reallaşdırır. Xeyr, fərdi iş yox. Auksion odur ki, bütün sinifə şamil olunur. Bütün siniflə işdir. Hərracdır, bütün sinifə şamil olunur. Deməli, A yanlışdır. B. Sinkveyn üsulu yalnız bütün siniflə iş formasına həyata keçirilir. Xeyr, biz demişik ki, Sinkveyn iş üsulu daha çox fərdi iş üsulunda həyata keçirilir. Fərdi iş formasında həyata keçirilir. Ona görə B də yanlışdır. C. Komanda şəklində araşdırma bacarığını formalaşdırmaq üçün yalnız cütlərlə iş üsulundan istifadə olunur. Xeyr, yalnız cütlərlə yox. Komanda şəklində qruplarla da ola bilər. Ona görə də C də yanlışdır. Yalnız cütlərlə dediyinə görə. D. Fərdi iş zamanı şagird öz inkişaf dinamikasını izləməyi öyrənir. Bəli, doğrudur. Çünki fərdi iş zamanı tək başına işləyir şagird. Tək başına fəaliyyət zamanı da öz inkişaf dinamikasını izlənir. Öz öyrənməsini izləməyi bacarır. Deməli, D doğrudur. D-ni götürərəm. Y. Şagirdləri çevik qiymətləndirmək üçün müəllim ilk növbədə məzmunu qiymətləndirməlidir. Xeyr, yanlışdır. Qiymətləndirmədə müəllim həm məzmun, həm şagirdlərin biliklərin, akademik göstəricilərini, həm də bacarıqlarını qiymətləndirməlidir. Deməli, Y də yanlışdır. Cavab D variantı. 20. Hansı iş formasında bilik və bacarıqların tətbiqi üçün daha çox şərait yaranır? Fərqli fəaliyyətlər həyata keçirməyə şərait yaranır. Təbii ki, qruplarla iş forması. Biz demişdik ki, daha çox bacarıqlar harda formalaşdırılır? Daha çox bacarıqlar harda formalaşdırılır? Təbii ki, qruplarla iş formasında. Fərqli fəaliyyətlər həyata keçirilir. Cavab C variantı. 21-ə baxaq. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Uyğunluq deyirsə, doğrunun altında doğru seçməliyəm. Yanlışın altında da yanlış seçməliyəm.
1. Dərsdə istifadə olunan iş formasını mövzuya uyğun seçməliyik. Təkcə mövzuya uyğun. Xeyr, şagirdlərin bilik bacarıqlarına da baxmalıyıq ki, görək şagirdlərin hansı bacarığı çox inkişaf eləməyib, hansı bacarığı formalaşmayıb. İş formasını şagirdlərin bacarıqlarına, potensial səviyyələrinə uyğun da seçməliyik. Deməli, 1 yanlışdır. Yalnız mövzuya uyğun dediyinə görə yanlışdır. 1 çıxır. 1-i çıxaq. Doğrunun altında yanlış yazıldığına görə burada uyğunluq pozulub. 2. İl ərzində müəllim bütün iş formalarından istifadə etməlidir. Bəli, doğrudur. Demişdik ki, 4-ündən də istifadə etməlidir. 3. Sinifdə şagird sayı çox olduqda bəzi iş formalarından istifadə etmək çətin ola bilər. Bəli, doğrudur. Nəyə görə? Çünki demişdik ki, hansı iş forması idi ki, şagird sayı çox olduqda çətinləşə bilirdi müəllimin işi. Təbii ki, fərdi iş forması. Çünki fərdi iş formasına hamıya ayrı-ayrı da vaxt ayrılır. Bu doğrudur, amma yanlışın altında yazdığına görə uyğunluq pozulub 3 də çıxır. 4. Bütün siniflər iş zamanı şagirdlərə müxtəlif fəaliyyətlər verib, onlarda yaradıcılıq bacarıqlarını inkişaf etdirmək olar. Xeyr, baxın, bütün siniflər iş zamanı şagirdlərə müxtəlif fəaliyyətlər veribdir. Bütün siniflər iş zamanı bütün şagirdlərə bir fəaliyyət verilir, müxtəlif fəaliyyət yox. Ona görə də Y yanlışdır. Yanlışın altında yanlış olduğuna görə burada uyğunluq gözlənilib. Cavab 2, 4, Y variantı. 22-yə baxaq. Bu iş formasında şagirdlərdə həmçinin bir-birini fəal dinləməyə bacarığı da formalaşır. Bu iş forması öyrənmə prosesində çətinlik çəkən şagirdlərin güclü şagirdlərdən öyrənməsinə şərait yaradır. Şəxslər arası intellektə sahib şagirdlər üçün xüsusilə əlverişlidir. Baxın, neynirlər? Bir-birini fəal dinləmək bacarığı formalaşır. Sonra bircə öyrənmə var burada. Şəxslər arası intellektə sahib şagirdlər var. Deməli, fərdi çıxır. A-la Y çıxır. Bütün siniflə iş də çıxır. Çünki bütün siniflə işdə fəal dinləməyə bacarığı yoxdur. Yəni güclü şagirdlərdən öyrənmə var. Düzdür, bircə öyrənmə var, amma fəal dinləməyə bacarığıdır, bircə öyrənmədir. Bunlar hamısı cütlərlə və qruplarla iş formasına uyğun gəlir. C-də də ancaq qrupla dediyinə görə C də yanlışdır. Deməli, cavab B variantı. 23. Aşağıdaşlardan hansılar müəllimin fasilitasiya ilə bağlı yanlışdır? Yanlış olanı seçməliyik. 1. Şagirdlərdə öyrənməyə motivasiya yaradılmasına xidmət edir. Bəli, bu doğrudur. Çünki motivasiya yaradır, həvəs yaradır, şagirdləri istiqamətləndirir. 1 doğrudur. Ona görə 1 çıxır. 2. Yeni anlayışlar izahsız verilməlidir. Xeyr, izahsız yox, izahlı verilməlidir. Sadəcə biz demişdik ki, müəllim informasiyaları hamısını hazır şəkildə şagirdlərin əlinə verməməlidir. Şagirdlərdən də o informasiyanı qoparmağı bacarmalıdır. Ona görə 2 yanlışdır. Deməli 2 götürərəm. 1 çıxır. 3. Qrupun işini əməkdaşlığa əsasən qiymətləndirir. Qrupun işini əməkdaşlığa əsasən qiymətləndirir. Xeyr, təkcə əməkdaşlığa əsasən qiymətləndirməlidir qrupun işini. Təbii ki, xeyr. Qrup işini həmçinin akademik nəticələrə əsasən qiymətləndirməlidir. Aydındır, həm akademik nəticələrə əsasən, həm də bacarıqlara əsasən, əməkdaşlığa, ünsiyyətə əsasən qiymətləndirməlidir. Deməli, 3 yanlışdır, 3-ü də götürərəm. 4. Şagirdlər arasında əməkdaşlığın yaranmasına şərait yaradır, müzakirəni artırır. Bəli, bu doğrudur. 4 də doğru olduğuna görə 4-də çıxır, cavab C variantı. 24. Müəllim şagirdlərə natiqlik məharətinə malik olmaq üçün nə etmək lazımdır sualını ünvanlayır. Düşündüklərini yazmaq üçün onlara iş vərəqləri verir. Lakin müəllim hər bir şagirdin fəaliyyəti ilə lazımi qədər maraqlana bilmir. Nəyə görə? Çünki hər birinə ayrı-ayrı iş vərəqləri verib və hamı fərdi şəkildə bu sualı cavablamalıdır. Fərdi iş formasıdır bu. Hər bir şagirdin fəaliyyəti lazımi qədər maraqlana bilmir. Nəyə görə? Çünki şagird sayı çox olsa, təbii ki, maraqlana bilməyəcək, vaxt məhdudiyyəti yaranacaq. Vaxtın məhdud olması, baxın, görürsünüz dediyimi deyir. Vaxtın məhdud olması hər bir şagirdə münasibət bildirməyə mane olur. Deməli, bu bilavasitə fərdi işə aiddir. Cavab C variantı. 25. Müəllim şagirdlərdə özünü həmsöhbətinin yerinə qoya bilmək bacarığı formalaşdırmaq üçün, yəni empatiya hissinin formalaşdırması üçün onlara verilən mövzu ilə bağlı qarşılıqlı fikir mübadiləsisi aparıb ortaq nəticəyə gəlməyi tapşırır. Bu fərdi işə aid deyil. Fərdinə çıxırıq. Fərdi çıxdı. Hamısında elə fərdi var. Fərdi çıxdı. Qaldı A-la Y. Burada deyir ki, empatiya hissi, qarşılıqlı əlaqə, fikir mübadiləsi. Bu cütlərlə bir də qruplarla işə aiddir. Cavab A variantı. 26. Müəllim dərsi tədris edərkən şagirdlərə internet və sosial şəbəkələr şəxslərarası münasibətlərə necə təsir edir sualını ünvanlayır. Şagirdlər müxtəlif fikirlər irəli sürərək dərsə cəlb olunurlar. Lakin sinfin idarə edilməsi zəif olduğundan müəllimin seçdiyi iş forması uğursuz olur. Baxın, müəllim bir sualı bütün sinfə ünvanlayıb, bütün sinfə şamil eləyib. Müxtəlif fikirlər səsləndirilir. Amma müəllim sinfi düzgün idarə edə bilmədiyinə görə bu iş forması uğursuzluqla nəticələnir. Nəyə görə? Çünki düzgün idarə edə bilməyib. Xaotik səs-küy yaranıb məsələn. Ona görə də bu bütün siniflə işə aiddir. Cavab C variantı. 27. Müəllim şagirdlərə öz növbəmi gözləyirəm, yoldaşlarımı diqqətlə dinləyirəm, payıma düşən işi vaxtında yerinə yetirdim kimi ifadələr olan qiymətləndirmək üçün forma verir.
Müəllim dərsi bu iş forması ilə tədris etməklə yaxın inkişaf zonasını elə yaxın inkişaf zonası görən kimi biz nə götürəcəyik? Qruplarla iş. Yaxın inkişaf zonasını inkişaf etdirirsə bu bilavasitə qruplarla iş formasına aiddir. 28. Bu iş forması zamanı şagird öz öyrənməsi haqqında dəqiq məlumata malik olur, özü üçün strategiyalar müəyyən edə bilir. Elə bunu görən kimi, öz öyrənmə görən kimi biz fərdi iş götürərik. 29. Hansı iş forması hər zaman ekstravert şagirdlər üçün əlverişsiz hesab olunur? Əlverişsiz deyirsə, ekstravert olmasın deyirsə, deməli bu introvert şagirdlər üçün nəzərdə tutulubsa, deməli cavab fərdi işdir. Yəni ekstravertə deyir aid olmasın. Ekstravert sevir axı əməkdaşlığı, ünsiyyəti, amma fərdi iş introvert şagirdlər üçün nəzərdə tutulub. Ona görə də cavab C variantı. 30. Verilən xüsusiyyətlər hansı iş formasına aid deyil? Hansına deyir aid deyil? Şagirdlərin bir-birinə öyrənmə imkanları olur. Problemin həlli üçün bircə çalışırlar. Şagirdlərdə yardımlaşma bacarığı formalaşır. Baxın, bir-birinə kömək eləyirlər, rəy verirlər, bircə problem həll eləyirlər, bircə öyrənmə var. Bu kollektivlə, cütlərlə, qruplarla ola bilər. Amma fərdi iş ola bilməz. Çünki fərdi işdə bircə öyrənmə, əməkdaşlıq yoxdur, tək başına öyrənmə var. Ona görə də cavab D variantı. 31-ə baxaq. Fərdi iş formasına aid olmayan fikri müəyyənləşdirin. Fərdiyə aid olmasın. Hər bir şagirdin fəaliyyəti ilə maraqlanmaq, bəli, doğrudur. Müəllim hər bir şagirdin fəaliyyəti ilə maraqlanır. Fərdi olaraq əks əlaqə qurmaq, bəli, doğrudur. Fəaliyyətə rəy və münasibət bildirmək, bəli, doğrudur. D. Fəaliyyətləri vaxt baxımından vaxtında qiymətləndirə bilmək, bəli, doğrudur. Müəllim vaxtında qiymətləndirməlidir. Düzgün qiymətləndirmə meyarı olmadıqda şagirdlər arasında yersiz rəqabət yaranır. Xeyr, bunlar qruplarla iş formasına aiddir. Cütlərlə iş formasına aiddir. Yəni düzgün qiymətləndirmə olmazsa şagirdlər arasında rəqabət yaranır. Cütlərlə, qruplarla iş formasına aid ola bilər, amma fərdiyə aid deyil. Çünki fərdidə hamı xüsusi olaraq qiymətləndirilir. Ayrı-ayrı qiymətləndirmə meyarları ilə qiymətləndirilir. Aydındır. Ona görə də Y burada fərdiyə aid deyil. Cavab Y variantı. 32. Hansı iş formasında bəzi şagirdlər çox, bəzi şagirdlərə az işləyə bilər ki, bu da şagirdlərin fərdi fəaliyyətini izləməyə çətinlik yaradır. Deməli, hansı iş formasında bəzi şagirdlər çox, bəziləri az işləyə bilər. Bu qruplarla bir də cütlərlə iş formasına aiddir. Cavab D variantı. Fərdiyə aid deyil. Elə hamısında fərdi yazdığına görə A, B, C, Y çıxır. Bircə öyrənmə var, bircə işləmə var. Bəziləri az, bəziləri çox işləyir deyirsə, cütlərlə və qruplarla cavab D variantı. 33. Müəllim qruplarla iş formasını qiymətləndirən zaman dərsin məqsədindən gələn tələbi kənara qoyub, yalnız qrup işi üçün tələb olunan bacarıqları qiymətləndirir. Baxın, burada dərsin mövzunu qiymətləndirmirsə, ümumiyyətlə biz qiymətləndirmədə daha ətraflı keçəcəyik bu terminləri. Uyğunluq, bir də etibarlılıq termini var ki, etibarlılıq nədir? Şagirdlərin nəticələri etibarlı olmalıdır. Yəni, məsələn, hər gün 5 alan şagird bir dəfə 3 alıbsa, demək ki, orada nəsə tərs gedir. Müəllim yenidən qiymətləndirməni həyata keçirməlidir ki, görsün şagird həqiqətənmi 3 alıb və yaxud da bəlkə elə xəstələnib, bəlkə hər hansı bir səbəbdən dərsi yaxşı öyrənə bilməyib. Yəni, etibarlılıq odur. Amma uyğunluq nədir? Müəllim qiymətləndirməni, belə deyək də, mövzuya uyğun aparmalıdır. Mövzuya uyğun aparmırsa, deməli burada uyğunluq prinsipi pozulub. Burada da nə deyir? Dərsin məqsədindən gələn tələbi kənara qoyub, yəni mövzuya uyğun qiymətləndirmir. Deməli burada uyğunluq pozulub. Cavab C variantı. 34. 34 deyir klasteri tamamlayın. 34-də deyir klasteri tamamlayın. Yəni bizə verilən nümunəyə uyğun olsun. Sual-cavab prosesi zamanı hər kəsin anlamasını təmin etmək mümkün olur. Bu, bütün siniflə işə aiddir. Çünki fəaliyyət hamıya şamil olunur, hamı anlayır, hamı prosesə cəlb olunur. 35-ə baxaq. 35-də deyir, bu iş formasına layihə işləri zamanı daha çox müraciət edilir. Dərs zamanı müxtəlif fəaliyyətləri həyata keçirməyə şərait yaradır. Bu, təbii ki, qruplarla iş formasına aiddir. Müxtəlif fəaliyyətlər həyata keçirilir, müxtəlif bacarıqlar formalaşır, həyati bacarıqlar formalaşır qruplarla işdə. Ona görə də cavab D variantı.